Her sabahında şehirde reis atacağız. O bunu arkadaşlar 5'e 5 takım kurup en iyi oyuncuları falan bulmaya çalışıyorlar. Bir de iyi yapıştı yaratmamız varmış. Burada kesin dışarıdan olacak galiba. Bugün arkadaşlar sınırlarımız var. Valla bir kere kahve senden önce oyuncuları aldım yani. Hiç bugün aslında insanlar o gibi kendi serimi olsun istiyorum. Şimdi burada Erdoğan'da geçtik. Erdoğan'da merak ediyorum. Bakalım şu an geçtik. Arkadaşlar görüyoruz. İnsanlar geçtik. Vallahi sıkıntı değil ama çok güzel bir tablo. Ne ders yazısı yazın. Şimdi ne gün şimdi koşuna. Gelin bacılarım gelin. Salam gözəl xanım, necəsiz? Sağ ol, siz ne tersiz? Çox sağ olun, yaxşı olasınız. Hiç yaxşı olur. Sizə baxıram, izləyirəm. Çok sağ ol aşkım. Baxan gözlerine var olsun hamı. Çox gözəl xanımsınız, qeyrətli xanımsınız maşallah. O verilişə çıxanların içində elə bir dənə qeyrətli adam vardı, orası. Sağ ol aşkım, sağ ol. Allah sizdə yaxşı xanımlara can sağlığı, uzun ömür arzulasın. Çox sağ olun, mən indi sizə kömək eləyəcəm. Bir şey mənə maraqlıdır. Bu Zarif verilişi var ya, Zarif bəyin verilişi. Bayaq da bu İsmiral canlısına qoşuldum. Deyirəm ki, bu orada niyə bu əxlaqsızları təbliğ eləyirlər ki, yəni o verilişi aparır, amma heç yaxşı olmayan adamlar təbliğ eləyirlər. Elədi, mən qarışa bilmərəm. Xoş gəldiniz xanımlar, yuxarıdakı xanımlar. Sağ ol, sağ ol. Mən o verişin işlə qarışmıram da, mənlik də döyülü də. Mən Yaxşı eləyib çıxdınız oradan, amma işinizdən doldunuz. Elə oradakıların hamısı işindən dolub, gücündən dolub, yazıqlar qalıb ortada. Gözəl, işlə maraqlandım. maraqlandı, hələ bir Marta gözlə, Marta. Olar Allah bilsin. Gözlədiklər gözləyir. Yaxşıyız. O 777 Nail Sabir. Sən də onda bekarsan da nəyə gəzirsən burada? Öz xəstəlikdə orada oturub burada, mən də bekarsan.
vurarsan ki. Git lan ben git kova çürüsen git o git. Babamı doydum ben. Çok teşekkür ederim. Görmüyorum. Yaman yiyeydin da dede. Daha doydum ama istemiyorum. Bir daha kopya için. Özden içeceğim siz. Nasıl yapacağız? Acaba? 3 tane daha. Bir merhaba içeceğim. Aha ya. Bu kadar üzüntüsün içtin ha. Ben dün içtim de. Eba ağzası da var kiminse. Eba. Ne yapıyorsun? Baba bu ne bir baba kulum. Anne bu da annenin. Kesin baba. Ben de alıp alacağım. Eba sende. Ben yaxşı gedin cəmaat eşitdir. Tamam. Bizim qarnımız tox olsun balam. Mən nə istədim? Mən nəzər alım. Ben istemiyorum öyle değil. Nə asarsan da hər şey tökdü töküşdürdün. Neyse bunu yıkıyorum. Get. Get var orada. Yakışıyor. Get. İşte. Hoppa. Və gülmənin nə var ki, siz gülürsünüz. İndi atıram sizi blokadayan. Qara profil. Все. Bu da məndən tamaşa çıxardıram, siz gülürsünüz. Git balam, götür git. Bunu koşulma ha. Götürdü.
Şükür əziz. Yorulmayasan Gözəl xanım. Salam aleyküm, sağ ol can, nə dərsən? Sağlığın sağ ol. Sən necəsən? Sən sağ olun, vəziyyətiniz. Belə şükür, salamatçılıq. Nə pişirirsən belə? Valla dünənlərim getdim çolpanın döşətini aldım. 4-5 dənə. Çolpanın ətindən kələm dolması pişirəcəm. Kələm dolması, təyən dolması. Qəlbə sağlıq, yox, eləyirsən. Sağ olsunlar, bu da mənə pul atanlar, bu da mənə bacı qardaşlarım, cibləri dolu olsun, qazancları bol olsun. Mənə pul atdılar dünən get bazar. Allah razı olsun. Sənə pul atanlardan Allah razı olsun. Amin. Sənə pis rəy yazanların da Allah bildiyi kimi eləsin. Ayıb deyə, vallah. Allah hamd olsun bacılarım, qardaşlarım, nə yazırsınız yazın. Ev yoxdur, mənə hamının gözün qabağındayım, hamını yaxşı tanıyır. Mən necə deyərlər, o elə yolçusun olsaydım, mən elə yolçu olsaydım, bu geyimlə, bu üzbaşla, mən Qız sən sevilirsən, sevilirsən. Allah hamını, mənə pul atanların Allah cibi dolu olsun, qazancı bol olsun, üstünün üstü dolu olsun. Ya Rəbbim, ya Rəsulullah, həmişə qazanı qaynar olsun. Allahdan can sağlığı, uzun ömür arzulayıram. Rol qarşısında bacı qardaşlarımızı Amin, amin. qorusun. Allah bacı qardaşlarımızı rol qarşısında qorusun. Evlatlarımızı, Allah evlatlarını qorusun, bizimki də onun içində. Allah ciblərini dolu eləsin hamısına. Mən o qədər köməkli eləyəm. Amin, Mənə amin. dünənlərim gedib, bugün də gedib bazara elədim. Dünənlərim də gedib bazarı elədim. Bugün də çatışmayan cəhətlərimin, kişnişimi, tüyümü gedib aldım. Sağ olsunlar. Vallahi qırmaqı çox Allah razı. razı olsun o yardım eləyənlərdən. Amin, amin, amin Allah, amin. Öz vəziyyəti nətərdir? Ay Gözəl xanım, bilirsən nə eləmişəm? Mənim bir qızım var 15 yaşında. TikTokda sənin səsindən video düzəldirik, paylaşıram belə. Can, Bütün can, hər kəs ölür cümlədə. Deyirəm bu Gözəlin özüsən. can. Sənin ağzından öp bu qızı. Sevilirsən, sevilirsən valla. Kim ya? Qarşısındakını özündən bilər. Hər kəs özü nədirsə sənə ona görə elə şeylər yazırlar. Bu kadar Rahat olma. Bəysən, xoş gəlmişsən. Gözəl, necəsən ha gözəl? Hər vaxt xeyir olsun. Sağ olun, ürəyimsiz, sağ olun, siz yaxşı olun. Neyləyirsən, nə iş görürsən? De görüm getdin iş yerinə. Mən Mart ayında. Martda olacaq inşallah. Keçin olmaz. Yaxşı olar. Allah bacı qardaşlar razılar. Elə yazırsınız, elə danışırsınız. Elə bir hər gün özünüz quyruq yeyirsiniz. Gözəl qalıb qıraqda. İmkanı ona çatır, gücü ona çatır, onu bişirib yeyir də. Şəraiti odur. Elə danışırsınız, elə bir hamınız saraylarda yaşayırsınız. Bir dənə gözəl qalıb elə o şəraitdə. Aldım, Özünüzü hörmət eləyin. Bax, gedib büyünən mal ətdə Orada almışam. yazanları araşdırasan, gözəl sizin yanınızda toya getməlidir. Ayıb elə şey. Bax, mal ətdə almışam. Kim nə yazır yazsın. Mal ətdə almışam. Çolpa da almışam. Hamısından alıb qatışdırmışam. Ay bacı, yaxşı eləmişsən. Sağcanla yeyin, nuş eləyin. O nə deməkdir? Elə yazırlar, elə danışırlar ki. Bir bəxtəs kəsib, onda kəsib ki, gözəl oxuya bilmir də. Yoxsa sizə elə cavab verər ki, tutarı cavab verər ki, elə tutub qaçarsınız. Bacı, mən onların səviyyəsi ilə bir döləm axı. Oxusam da, oxumasam da, onların səviyyəsi ilə bir döləm. Bax, Heç lazım da deyil. Bəxtirin də, bax, burada bir xanım var idi. Dünənlərimdə hamı gördü burada. Azərbaycan kişilərini, Qəbələ kişilərini söydü ki, Qəbələdə kişi yoxdur. O 50 manatın sonu necə oldu? Yəni, WhatsApp-dan da mənə səs atdı ki, mən önlədim. Səni namaza dəvət edirəm. Mən də qayıtdım, dedim ki, mən sənin sözünlə... Mən də dedim ki, mən sənin sözünlə
namaza gəlməyəcəm. Dədəmin sözü ilə də gəlməmişəm, nə də anamın sözü ilə. Allahümmə səl Məhəmməd peyğəmbərimiz. Allah desə ki, yol budur, gedəcəm. Mənə qıraq mənə lazımdır. O Allah Allah sənə yol verəndə, çalışasan, ona görə Allah özü yol verəsən. bəli, Allah özü yol verəndə yol verir. Verməyəndə mən buyam. Qayıtdı dedi ki, mən sən atdım 50 manat, halalın olsun, WhatsApp-la dedi. Dedim, sən mənim orada xətrimə dəydin. Sən Qəbələnin kişilərinə dedin ki, kişi yoxdur. WhatsApp-la da mən ya sözümü atdım bir yaxlar. Yaxşı, sənin evindəkilərində, yaxşı, Qəbələdə kişi yoxdur, yaxşı. Bəs sənin saxladığı evindəki kişi deyil, yoxsa kişicik deyil. Bəs ondakı sən bizim kişilərə kişi demirsən, kişicik deyirsən. Onda sənin evindəkilər də kişicikdir. Yəqin ki. Çünki Qəbələ cəmaatından mən razıyam, narazı yerim yoxdur. Qəbələnin kişiləridir, necə deyərlər, boyda Qaradoxa, necə deyərlər, binada tikib yaradıbdır, o binada biz qalırıq. Qaradoxun kişiləridir, Qəbələnin kişiləri. Kim bu usta işlədibdir? Kim eləyibdir Qəbələnin kişiləri? Qəbələnin kişiləri olmasa qadınlar yaşaya bilməz. Özündən danışdı, sən kişi ilə nə işlə qalıb ki? Fərqi nədir ki? Qəbələ olsun, qeyri bir yeri olsun. Onun fərqi yoxdur. İstir Bakı olsun, istir Qəbələ olsun, istir Azərbaycan olsun, istir Qıraq bölgə olsun. Kişi olmasa qadınlarımız yaşaya bilməz. Onu bilsinlər, yadında saxlasınlar. Hər bir şey daş qalxızan da kişilərimizdir. Bax, daş daşıyan da, qadınlar iş görmədiyi şeyləri daş qalxızan da Azərbaycan kişiləridir. Covid daşıyan da Azərbaycan kişiləridir. Ağıra, güngülə girən Azərbaycan kişiləridir. Qadınlar ver, yiyim, öp yatım, nə qayırır? Gözəl, Amma- indi o həmin adam, gözəl, indi həmin o qadın bugün də zəng vurub pulu geri istədi səndən. Vurdu, bəli, üzr ağırsadı, vurdu da, halal xoşun olsun dedi, bəli, vurdu da. Mən Dünən geri istəyirdi, bugün də halallıq verirdi. Niyə? Ay, sağ ol. Dedim olsa da yoxdur. Gelib bir iki şey şu almışam. Uşaqları bazarlıq eləmişəm. Mən işə girim Allahın izni ilə. Kartı kodunu atarsan mən sənə o 50 manatı qaytaracağam. Mən problem yoxdur. İnşallah Allah sənə yetirsin, işə girəsən, işləyəsən, inşallah. İmkan edib onunla o 50 manatını soxarsın gözünə. Dedim mən lazım deyildi. Sən özün cəmaat içində adedin atdın. Seninle danışıb imandan olmayan adam 50 manatı geri verdim sənə. Mən səni məcbur eləməmişəm ki, çıxdıran ki, mən sənə 50 manat pul atıram. Onu mən sənə dedim məcbur eləməmişəm, heç kəsə. Özünü reklam eləyirdi, nə oldu? Bir də geri istədi. Necə insanlar var həyatda. Nə bilim, ay Azərbaycan. Dünən bir xanım dindən imandan danışdı. Namazdan, hicabdan danışdı. Gözəli namaza təklif elədi. 50 manat pul atdı. Sonra da WhatsApp-na zəng edib ki, 50 manatı geri qaytar. Hoş geldin Azerbaycan bayrağı. Salam. Hoş gördük can, hoş geldin. Necəsiniz? Sağ olun Ürəyim, siz nə Yox, tərsiniz? xanım səhv atmamışdı. Səhv atmamışdı. Axı mən də burada canlı yayındaydım. Gözəlinlə danışa atdı. Soruşdu da ki, pul oturdu karta. Səhv atmamışdı. Yox, səhv söhbəti deyildi. Hətta mənim də nömrəm buradadır. Mənim də nömrəmi götürdü, dedi ki, deyə ha, karta attım. Yayından da gözəlin nömrəsini istədi. Ay Səhv sağ ol. söhbəti deyildi. Mən Səhv buradaydım. oldu. Hamının gözün qabağında dedi ki, mən sənə 50 manat pul atacağım. Hamının gözün qabağında. Sonra Niyamdən də nömrəmi götürdü. Sən də qaytarma. Qaytarma. Sən ona yalvarıb xahiş eləmədin ki, amanın Sonra qaytarını bir öndə deyir ki, canlıda deyir mənim adımı çəksən sənə verəcəm polisə. Aha. Niyə? Nə oldu? Bir bəlkə fırıldaqda deyə bilmərəm vallah, mən nə bilim mən. Qurban olum Allaha. Fırıldağı idi niyə atırdı? Fırıldağı idi niyə atırdı? Atmazdı da. Mən ki bəsə məcbur eləyib demirəm ki, mənə pul atın.
Diye Nə- sünni söhbət eləyirdi. Gözəl namaza gəl, yaxşı olacaq. Mən səni başa salacağam, mən səni öyrədəcəm. Nə oldu elə hər şey 50 manatın başındaymış. Nə bilim ay bacı. Nəysə. Dəhşətlər də. Valla özü atdı da. Kimsə ona demək ki, pula. Özü atdı. Özü atdı. Yarım saatdan da sonra sən gedirsən, pulu geri qaytar. Bu nə məsələ, nə münasibət, indi necə başa düşürsünüz bunu? Nə bilim valla bəlkə fırıldaqdı bacı. Mən başım çıxmadı. Mən nə deyə bilərəm? Zaten fırıldadı. O danışıqları hamısı taxta bir şeydi. Yəni qulaq açırdı. Bəlkə evin Qəbələ kişiləri batırdı. İndi orada bir qəbələri kişi çıxa səni ağlıya qara sərə. Nə olacaq indi? Yox, bəlkə ərin cibinə giribdi, ərindən xəlbət atıb, əri deyib ki, hanı bu kartda pul. Məcburdur, yoxunu da atma. Sən kim məcbur edirdi ki, əri cibinə gir? Elə şey olur həyatda. Mən nə, valla bilmədim, mənim başım çıxmadı. Sən də qaytarma, oraya olsun. Salam. Yox, Salam gözəl. Nətərsiz bacı? salam ürəyim, salam, salam, salam. Sən nə tərsən? Çox sağ ol, çox sağ ol bacı. Heç vaxt eləmə. Allah böyükdür. Hər şey yaxşı olacaq. İnşallah. Kim bu da Güzel bacım. saat mən sizə atacağım bloka. Bax, gülüş alsa bu da nəyimə gülürsüz ki? Nə haram açılıbdı, haram. Mən boş deyiləm, haram açılıb. Boş ver, ay gözəl, elə şeylərə fikir vermə. Vecinə də alma, vecinə də alma. Boş ver. Valla. Gülənləri atacağım bloka, bax səsə. Və məni bloka, səsə də yox. Gülməli nə var ki burada? Burada gülənlər, burada özlərindən xəbəri olmayanlardır da, gülürlər. Əlbəttə özlərindən xəbəri olmayanlar. Elə yazırlar, elə danışır. İndi biraz mən təpindim. Gözləri yaxşı insanlar da. Elə yazırlar ki, güya bunlar hamısı gündə quyruq kabab yeyir. Gözəl qalıb qıraqda ağzının suyu axır. Nə olub da? Utanmırlar, Minbokkadan çıxırlar, gəlib cəmaatına yazırlar. Gücü buna çatır. Şəraiti budur. Bunu bişirir, bunu yer. Sənə nə var? Oxuyamazsınlar, hər insan oxuya bilməz. Gözəl bunu istəyir, bunu bişirir, bunu bacarır. Budur, bu adam budur. Niyə yıxılanı baltalayırsınız? Şükür Allaha niyə yıxılsın, niyə baltalanırsın ki? Sadəcə olaraq elə yazırlar ki, altdan indi bəxtiniz onda kəsib ki, gözəl oxuya bilmir. Də sizə tutaracaqları olan, bəxtiniz kəsib ki, oxuya bilmir. Kim nə yazsa oğlum madiatordur, atacaq. Elə balam, balam. Həyatdır ya. Bu da bunun imtihanıdır, bu da bunun sınağıdır. Düzələr inşallah, Allah böyükdür. İnşallah, inşallah. İnşallah. Bizim cəmaat elə öyrənib, birinə bir söz olsun, bir şey olsun, sırazı bəziyək. Söz qayraq, nə bilim, neyniyək. Düz deyil axı. Gör tərbiyəsizə baxın, gör nə yazır. Hə. Güzel. Şərəfsizlər, Allahın qoyduğu şərəfsizlər. Ona görə də onu hər Tərəfdən adam xəbəri olmayanlardır da, şərəfsizlər. Necəsiz? Salam, salam bacım, salam. Salam, salam, sağ ol can. Tərbiyəsizlər. Siz nə təşkil bacım? Şükür can, yaxşıyam. Tək hər zaman yaxşı olasan, neyinirsə? Tərbiyədən xəbəri olmayanlar. Bu da üstad mədəni xanımlar var, yoxsa yaxşı söz deyərdim sizə. Gözəl, sən şərəfsiz insanlar. Ay gözəl, sən Vermə, ay bacarırsan, gözəl, o xəfiyyəsini biraz yuxarı qaldırasan, üzünə düşür. Sifətin görsənmir. Qaqa şevdədir, eləyə bilər. Nətər belə? Hə, indi yaxşıdır, qoy da. Hə, necə şey. Salam, salam bacım, salam. Ay gözəl. Ay can. Gədə arada bizə. Kim idi? Hə? Kim idi Gədə tanımadım. yadındadır, sən maşınla aparmışdıq evimizə, yadındadır. Videosuna. Zarın verilişindən gəlirdi, nə qırmızı don geymişdi, nə yadıma düşdü.
Yadıma gəlmirdi, tanımadım onu. Deyirəm ki, gözəl, inanırsınız. Siz o verilişdə onda o qədər maraqlı olur ki. Valla bas, Allah. neysə. Tanımadım. Duran mən səni gördüm ey. Yadıma düşər bəlkə. Qaradokda qalırsan? Nə canım. Hə, qırmızı maşında bindisən mənim dedin. Hə can, hə. Pirüs var idi, sən bildirib. Vəziyyəti. Sağ ol can, yaxşıyam. Sən nə tərsən? Sağ ol Rəm, üzürlü Allah sayı. biləsən, evləndin. Sağ ol can, heç nə olmaz. Sağ ol Rəm, sağ ol səndən bahəm. Bu tərəfə. Mən fırlatmadım, özü düşübdü. Sağ ol Rəm, Allah hamını Gözəl, xoş. mama sənə salam söyləyir çoxlu-çoxlu. Mamanın əlindən öpdü. Gözəl salam, nə tərsən? Salam, xoşbəxt salam. tərəfə. Tamam, tamam. Nə Allah tərsən? xoşbəxt biləsin, yar yənlərdən, can bacı, can bacı. Can, sənin əlindən öpürəm, anam. Sənə Allah can sağlığa versin. Sənə Allah əziyyət etməsin bu qaraduqda. Sağ ol balam, sağ ol ölərəm. Allah sənə də peşmançılıq verməsin. Amin, amin. Siz göz qabağında bir olmuşam da görməmişsiniz ki, mən həyatı süpürürüm, Gözəl, sağlıq. Neçə dəfə görürdüm, həyatı zadı süpürürdün, nə yadındadır. Hamı görür ki, həyat dırmıqlamışam, həyat süpürmüşəm, tarihli mağazında işləmişəm. Alın tərlə qazanmısan, ey o pulları alın tərlə qazanmısan, namusunla, qeyrətinlə. Amma məni Allah qara... Kim nə yazır? Ya kim nə yazır yazsın, qələt eləyir, baş qoşma. Sən namusunla, qeyrətindən o balaları saxlamayın, bəs eləyir. Sizin başınıza Bizim dönər. fərqimizsən sən. Mənə bax, bu qaraduqda özünü öldürən kimdir? Ha, bax gözəl. Nazı var. Pajan tərəfdə. Özünü asıb. Özünü asıb. Oğlan. 43-47 imkanı yoxdur. Ay Əliyev, hansı tərbiyəsi hərəkətini görürsən? Yeməyi üçün kart qoyub pul yığır. Başqa bir şey üçün yığmır. Eybi yoxdur. Eybi yoxdur. Baş qoşma işimə. Danışırlar da baş qoşma. Bunların səviyyəsi Bir kəlmə mənə Saçlar, yox. Mama dişi gözəl ver, bir də mən ağır kəlmə deyib deyirəm, yox. Disi, qom disi. Mən baxayım, gözəl. Ay gözəl. Heç keyfi puzma. Anasının, bacısının qədrini bilməyənlər də heylə danışan. Ağzı göyçək. Əgər anasının, bacısının qədrini bilən çıxıb burada ağzına gələn danışmaz. Vicdansızlar. Ay xanım, burada heç baxırsan, o yazanlar hamısı qadınlardır. Kişi olsa deyərəm ki, cəhənnəmdə bir Hələ ki, qadınlar da, eləsi qadınlar da özün vicdan olsa belə şeylər yazmaz. Tərbiyəsizlər də. Yönlü qadın yaxşı qadına dəstək olar. Vallahi hərənin öz tərbiyəsi qanacağı, anam bacım. Füzulini sorsan da mesela. Vallahi Füzulini sorsan göndərin. Bax, bu da anam var, bacım var. Üzr istəyirəm. Bacılarım, qardaşlarım sizlər. Göndərin Füzulini sorsanlar sizin yanınıza. Gedin. Elə demə gözəl, sən heç vaxt nə söymə, nə də ki elə Nə qədər bu Füzuli söhbət olar, bacım. Nə qədər. Gözəl, bir müddətdir, keçib gedəcək. Boş ver. Füzuli belə gəldi, Füzuli belə getdi. Füzuli Bir belə. müddətdir. Birazdan Füzulinin adı yadından çıxacaq. Bu kimdir? Bir yerdədirlər. Ay gözəl, ha vaxt bişirirsən dolmanı? Bu dünənlərim gedib, anam bacım. Sən gördüksə bazar üstü oradan al ver eləyir. Bazar üstədən gedib çolpan döşətin zadını aldım. Pulum qalmadı, yalan nə deyim. Uşaq da dedi 2 manat mal aldı. Dedim dedə, deyib qutardı. 2 manat pulum qaldı da yol pulu. Gedim aynen alıb, çıxıb gəldim, düz gəldim bura. Bir gün də dedim ki, axşama yemək pişirim. Öyle değil. Axşama yemək pişirim, yalan nə deyim mən. Mən də gedib günlərimdə gedib nisiyət mal aldım. Az mal eti qalxıb 30 manatdan. Həmişə mən 30 manat alırdım, 35 manat oldu. Dəhşət bax. Kilosu 35 manatdır. Nə danışırsın?
Allaha and olsun. Deyib bu qədər qapan aldı Qaradoxda. Bəlkə tanıyarsan İstəyik bacı. Nədir? Vüsalın mağazinin böyründəki var. Ha, bildim. 35 manat. 17-18 manat Bakıda elə qəşəng gəndlər var. Mayo yerində niyə elə baha olsun? 35 Ay gözəl, 35 manat olmaz 2 kilo olsun. 35 manat olmaz gözəl. 15 sada olmur. 35 manata Qurana and olsun. 35 Maşallah manat. yolumu bağlayıram. Vecimə deyim, bağlayıram yolumu. Bağlama qardaş, gözəl. Dünyada ən baha ət Türkiyədə olur. Bizim puldan 25 manatdır. 35 manat ət olmaz. Maksimum olsun 20 manat. Davay bağladım. 17 olar, 15 olar. Yazın de. İndi yazın. Yorumu bağladı da. Hani ne yazırsınızsa yazın. İndi qalsın elə. Yəqin sən səhv eşitmisən, ya səhv bilmirsən. 35 olmaz. Adımı yazdım. İstədin Aşağıdan qoza əti 19-20 manatdır. Qumal əti 35 olmaz. Bəlkə neçə kilo almısan gözəl, 1 kilo almısan. Sən nə qədər almışsın? Bəlkə nə qədər aldığın 35 manat. 8-sini bildin? Yo, yoldaşımın yanında 35 manatı nisiyə aldım. Yox, başa düşdüm. Yəqin indi o nə qədərdirsə çəkisi 35 manatdır. Kilosu 35 manat ola bilməz. Ha güzel. İş için gittim bugünlerde. Dünen dedin geleceğim. Gittim bacım. Bana 10 dəqiqə oladı gəldiyim. Ne dediler ay güzel. Mart ayında. Yani İnşallah. götüreceğim. Bir şey qalmır. Heç nə olmaz. Fevral ayı sayılır. O vaxtda Caner'e sen de Füzuli'de bir yüngül iş tapsız aralarda işlemeye. Bacım bax təzə gəlmişsiniz. Yoxdur. İş Olmaz. İnşallah. Hayırlısı Allah'tan. Olmaz. Heç bir yerdə gəzdi ye. Bugünkü günü bu qıçaların qırıldığı soyuqlu havada. Müstəs odur ki Mart'ta söz veriblər ki sizə öz işinizi qaytaracaqlar. Görək da nə diyəcəm. Gözəl, Nazım görsən oralarda. 5 kəsə çölə çıxmır. Bir dənə mağazına gedirəm. Evin içində. Nə olmuşdu ki? Ne işləyəcəm, ne soruşum. Gədə arada biz oturaq. Tanısam gələrdim də sənə qurban olum. Nə yazsam WhatsAppda? Hə, yaz. Yaxşı. Axırı 45-31 mənim nömrəmdir. Hə, dinən gözəl mənəm, Qaradoxlu. Yaxşı, yaxşı. Gözəl hava necədir? Qar var? Qar var, qar olmasına qar var. Amma qəşəng qıpqırmızı gün çıxıb. Ha, burada Bakıda da elə bir yaz var. 8-də duran 9-un yarısına tan. Çıxmış uşaqları məktəbə yola saldım, çıxdım bizlə onlarla bərabər. Ta ki saat 3-dən yolda olmuşuq. Öldüm. Heç gün orada çörəyin yeməyib, dərmanlarını atmayıb, elə yatıbdı. Qıçalarımız qırılır. Mən də gəldim, yemək yemədim. Nə tər olsa dedim, qoy yemək pişireyim. Dərman atır. O verilişdəki həkim dərmanlar yazmışdı, onlara görədir. Gözəl, amma yaraşır sizə bildirirsən. Hə? Biləm, amma yaraşırsınız. Hamı elədir. Allah hamında xoşbaxt eləsin yaxşı insanları. Amin. İndi gedəsiz də görəyində dərmanları yazsın, qutarsın, çarəsidir. Ürəyini təzədən, necə deyərlər, həkim yoxlamalıdır, görə yaxşıdır. Gözəl, onların məhkəmələri oldu, bitdi hər şey. Yox, 2 məhkəmə məsələ var. Elmar deyən, boşanmadan da bu insan ki 1 il 6 aydır sənə qurban olum çöldədir. 1 il 6 ay zarafat deyil. Atabey sığınacaq, təkər çəkir. Atabey sığınacaq, təkər evi. Nə xala yaxın durmurdu, nə bibi, nə əmi oğlanları, bibi oğlanları, heç biri. Oğlu da demir ki, ata gəl öyümüzə. Nə qızı demir, nə oğlu. Spamlama Nihat. Spamlama. Öləsin sən spamlama Nihat. Nihat, spamlayım nə arasız? Nə arasız? Özünüzə edirsiniz. Təzən başqa səhifə açacağım. Nə arasız? Boş bırak. Davay 25. Sen de. Başla baba yolu bağlayın. Elmə bağlama, aç. Çıx oradan, qoy yazsınlar da, çıx. Çıx. Çıx tamam. Salam, ay gözəl.
Salam, salam. Hoş geldiniz. Salam, necəsən? Nabamı yox, Fuzuli nə tərdi? Güzel işte dermanlarını atıp yatıp işte. Yaxşıdır mı? Sağ ol, salamat. Tek yaxşı olun. Kim oldu kardeş? Məsələn, balaların yaxşıdır mı? Balaların da hamısı yaxşıdır mı? Sağ ol. Kim oldu tanımadım. 32, Kəlbəcərli, Oğuzda olmuram. Tanımadın. Geçən səfər qoşulmamışdın. Gözəl, yaymına heç vaxt kişiləri qoşma. Ama at Düşür də aşağı. Bilsən, ha gözəl adı. Ha Düşür gözəl. də aşağı var lan. Danışmırdıq, Fuzuli ilə danışmırdıq. Fuzuli ilə zaten danışmır, Oğuzda qalmıram mən də. Siz Qəbələdə qalmışsınız, Qaradokda. Hə. O gecə qoşulmadıq hamımız. Orada da bir ağzına sərsax gibi qadın gəldi danışdı. Payın verdiyi. Tanıdım kardeş sen. Ha. Necəsin, yaxşısın mı? Sağ ol Mən kardeşim. istəyirəm sən yaxşı olasan diye. Ailən yaxşı olsun. Vallahi istəyirəm ailən yaxşı olsun. Gözəl günlər görəsən. Sana yaramalı, sana olmalıdır hər şey. Sağ ol kardeşim. Allah hamısını canını sağ eləsin. Çık oradan bana aç yorumları. Kim ne yazır yazsın. Ben hiç vecime de öyle. Biz bu kulağımızdan alıp bir kulağımızdan Niye bağlı. sen bezini almıyorsun? Aç yorumları. Bezini alma. Neyini sen? Kim yazdı yazdı? Ama yaxşı tabii. Ben Sana kim dedi? Kardeşim aşağı sağ ol. Sen sağ ol. Hadi ne yazırsın sen? Elma çık da. Ne yazırsınız yazın iyi. Ben maraqlıdır. Allah'a şükür. Maraqlı değil ki. Sizin sevginiz. Gözəl, bax, sənə bir də bir söz deyirəm. O gün sənin yayımında gördüm. Bax, bu Ceyhun dəstəsi var. Yolunu blok atmışam. Ümumiyyətlə, onun o bir talpa adamları idi, qoşurdu ne? Onların heç vaxt bu yayımına qoşma. Bağla geçsin. Ay gözəl, mən zəhmət siz soruşun. Burun əməliyyatı olanda ağrıdır yoxsa yox? Bax gözlərim şişdi bacı. Gözümün altı, üstü qapqara. Ay dədə baya. Sifətim oldu şişdi bu boyda. Başım nə belə dönmürdü, nə belə dönmürdü. Boynum, boğazım, qulağım şişdi, başım. Burnum namətdə. Amma bir həftəyə düzəldi burnum. Bir həftəyə. Şişirdi. İncitmir bəs. Yox. İndi de matak, indi bir defa yaz. Yo. Amma bura elə bir ki, şey kimidir. Yayılmıyor bax hələ. Gözəl, hələ o mən sizə deyirəm, hələ o şişdi. Bir 6 aydan sonra o düzələcək. Damızı bura şişdi. Amma adamın ne güclə əməliyyat elədilərsə, ruhum incimədi. Bir də gördüm, həkimlər başım üstündədir. Əməliyyatdan qutardım. Saat 9 idi, ona işləmişdi, gördüm ki, yemək gətirir. Sestralar yemək gətirir ki, durayağa yemək yiyir. Neçə gün xəstəxanada saxladılar? Bir gün, büyümələrdə səhər buraxdılar, saat 9-da buraxdılar səhər-səhər. Hadi ki, Aysel deyir ki 6 ay. Davazad olsa araya girmə, vurub burnunu qırarlar. Ne təri? Deyirəm, davazad olsa araya girmə, burnunu qırarlar. Həqiqi. Rusca yazmışdı. Niyə bloka attınız ki? Pis heç nə yazmamışdı. Çıx da dedim, nə olar? Ben çıkmışam. Direkt babama çıkırsan sen. Çıx. Bu kimdir ben söz. Söz. O profil kimdi? Gel bu. Sən elə eləmirsən. Neyba lazımdır, at bloka səndə. At bloka. Nəsə, sən dedim ki, girmə. Tüm blokayız, attım. Gözəl, səndə əməliyyat çəpər əyliyinə görə idi, yoxsa kişiltmə idi? Bacı, çəpər mənim, bax, oraya yazılsın ki, gözəlim bu. Harası damla? Elmar. TikTok'a da yoxsa YouTube'a yazın ki, gözəlim çəpər əyriliyi. Əməliyyat oldu, olur. Mənim burnum əyri şürüşdü, pis idi. İndi bu burnuma baxın, o köhnə burnuma baxın. YouTube'a yazın, baxın.
O qədər fərqlənmir. Sadəcə olaraq Fəhlənir. Siz bacı YouTube-a yazın, baxın. Çox sağ olun. Kimsə pul atdı. Təşəkkür edirəm, minnətdarım. Elmar kim atdı bu pulu? Gəl davam. 20 atdılar. Hoca bir dənə bu kimdir, nə yazıb? Sağ olun, nasıl güzel hanım. Həsən. Vallahi billahi mən necə deyərlər? Burnumdan razıyam, narazı yoxdur. Onu YouTube-a yazılsın ki, gözəl burnuna əməliyyat edir. YouTube-da yox, hiss olunur. Əvvəl biraz əyrilik vardı, indi düzəlib. Ancaq biraz elə ki, aşağı hissəsində kobud var. Yoxdur bacı, ağrıq yaş yoxdur. Ağrırıq hiss eləmirəm. Bir ay sən zulüm çəkirsən da, bir ay baş əymək olmaz. Bir ay. Çox sağ ol, təşəkkür edirəm. Bir ay. Bir ay sən başı belə əymək olmaz. Başına elə bir beyni var, qan sızır. Mən elə oldum da, elə bir beynimə o da ölüb dirilirdim. Hə də burun elədim. Ağrı kəsəcənlər yazmışlar. Burnum ağrımır daha. Ağrım başıma verirdi. Başımın içində elə bir toy çalındı. Güp bayıb, güp bayıb. Peçərə çıxa bilmirdim. Çölə çıxırdım. Soyuq dəyirdə ağrı baş verdi. Bir ay. Bir aydan sonra canım. Bax, indi qışda soyuqdan gözləməlisən. Yazda o, nə bilim, o bəzi ağaçların tozları olur. Onlardan gözləməlisən. Bir müddətdə bir ilə yaxın gözlə getsin. Düzələcək. Düzələcək hər şey. Allaha da var, bacı, rəhmi də var. Sən çay qoyur, təzə çay dəmləyəcəm. Çox sağ ol, cibin dolu olsun, qazancın bol olsun, gəldi pul kim atdısa. Bacı qardaşlarım, Allah sizdən razı olsun. Allah həmişə sizi var eləsin, gəl, kim atdısa gəl. Olmaz görsən ay gözəl. Deyək, hələ kələmi qoyuram. Amma deyim, suyu çox. Bal kaynadı. Hə, doldur. Çox sağ olun bacı qardaşlarım. Allah sizdən razı olsun. Gözəl verilişə qayıtmıyorsan da, çağırsalar gəlirsən. Çağırıblar bacı, çağırıblar getdirəm. Nə var Getsəm də buna uğur üçün getsəm, uğur üçün getdi bu. Mən də onu da gedəcəm. Yoldaşım uğur üçün gedəcək. O da dərmanlar qutaranda, qutarmamış yox. Özləri də aparacaq. Ama Arzunu oradan qovulub çıxarda bilmirlər də. Ata geçir. Nə təri? Deyirəm, Arzunu oradan qovulub çıxarda bilmirlər də. Atası, anası da gəlib getmir. Arzun, necə deyərlər, günah arzuda yoxdur. Günah Arzunun anasında atasındadır. Qeybəti yox, Arzunun təməli düzgün qoyulub, amma baxma da, indi dayı bu qədər də olmaz. Yenə sevgilidirlər ay gözəl. Çünki anası o qızı yönü tərbiyə vermiyor. Məsələn, Royal İsmailov, o yazdığı apar qoyanı ağzına. qara profildir mi? Yox. Yox. Royal İsmailov. Utanmır tərbiyəsiz. Nə baxın hansıdır? Ana bir də bacıma, yaxşı, tərbiyəsiz, ən azından burada qadınlar var. Şərəfsiz. bir dənə. Mələk bibi sənə mod verdi, başına dönün. Bir dənə bizi takip eləyir. Ay gözəl mən də verdim amma. Veririk də bibi. Sənin hesabı özələ qoyacağam. Çünki sən heç kim yaza bilməsin. Dayınkini də özələ qoyacağam. Qoday dursun. Tərbiyəsiz. Qoyacağam ki, heç kim yaza bilməsin ona. Mən baxa bilmirəm. Mələk bibi sən, nə olsun? Mələk bibi takip edin də bizi takip eləməmsiz axı. Mən deyirsən, qardaş. Hə də bibi sizi deyirəm.
Ha. Nə bilim heç fikir vermirəm. Qızıl hesabı oxuyub bax, sən nə evə qalır. Dəqiqə bebi gözləyin. Dəqiqə. Aha, verdim. Bibi mod ya sahibi var. Bibiyə də mod verək. Sizlərin ikinize de mod verilir. Bir dənə sahibimizi takip edin. Yukarıdaki hanım siz bizi takip eder. Aha, bir dəqiqə. Elədim. Bir dəqiqə. Takip edəməmişsin axı bibi. Elədim canım, indi elədim. Ha, bir dəqiqə. Gözlə bir dəqiqə. Aha, o oldu. Çox sağ ol canım. Bax, sahibi var. Niyə nöqtə atırsan? Nə qazanacaqsan? Əlvə nə keçəcək? Kim bacı? Orada sahibi var. Xanımdır profili. Bax, bax, bu hesab özəldir deyə bax, öz hesabımı özələ qoymuşam. Heç kim məni takip edə bilmir. Bax, takip edə bilsən, amma yazanmırsan. Sənkin də elə eləyəcəm, gözlə. Deme, 12 elə, 12. 10 direktini eləyə bilsən. Direktini bağlayacağım. Bağla. Bağlayacağım, bu şeyləsin. 10 direktini bağla, heç kəs yazamazsın. Dərsəsi batır. Dərsəsi batır. Yo, o bibenki niyə batırsan? Özünki batır. Mənə bir də anam şeylə deyil, səsinizi batırdı, bir dəqiqə. Sahibi var misafirdedir, bəli. Ha, ora bas. Bacım, aşağıdaki bilmədim, əlim dəydi, səsini batırdım, əlim dəydi, bilmədim. Allah, bu niyə durmur bu? Açdım. Ya, bilmədim, üzürü say. Zürü düşünən olsun. Boş ver. Hesabımı özələ qoyuram. Heç kim ona yaza bilməyəcək. İndi duxları var yazsınlar. Salam, ay gözəl xanım. Bütün xanımlar yazır. Yazmayacaq da sən də yaza bilməyəsən. Mənim eləmə, məndən eləmə. Bütün bağlı, bir tərbiyyətin bağlı. Sən kağıtçıda girmə. Sən onu Səhifəni özəl eləyin, heç kim yazmasın. belə özəl. Aparmır. Özümkün özəl eləmişəm. Quduz taxdım. Ay gözəl qədəm nə tərsən? Can, sağ ol, sən nə dəsən, sağ ol. Özəldədir. Bir dəqiqə onun səhifəsi. Mən Şəmkidən salamlayıram. Həmişə sənin mən tərəfini tutturmuşam. Zarın veşinə baxıram. Çox gözəl bir xanımsız belə, deyim. Çox sağ ol. Qeyrətli bir xanımsınız. Allah sizi xoşbəxt edəsin ki, yaxşı ki ailə qurursan. Bacı, adama ailə lazım olur. Adama ailə qalır. Ata-ana qalmır. Deyə özəl. Deyək. Bəli. Yaza bilmirəm. Bacı, kim nə dedi var, başını bırax kessin. Əlbəttə, kim nə deyir desin. Bacı, Allah'a and olsun, mən sənin tərəfindənəm. Qadına ailə lazım olur. Adama ailə qalır. Mən həmişə zarın verişinə baxıram, həmişə sənin tərəfindənəm. Sağ ol anam, təşəkkür edirəm, minnətdaram. Allah səni də xoşbaxt eləsin. Yaxşı xanımları, yaxşı bəyləri Allah xoşbaxt eləsin. Bacı, yaxşı qadınlara, pis qadınlara yox. Bəli, yaxşı xanımlar deyirəm, yaxşı xanımlar, yaxşı bəylərimizi Allah Azərbaycan xanımlarını, Azərbaycan bəyləri xoşbaxt eləsin. Gözəllik deyirəm. Bacı, valla, ata-ana sağ olsun öz evində, öz işində, adama ailə qalır. Yoldaş qalır, uşaqdır, qızıdır, əri gedir, oğlan əskərə gedir, adama yoldaş qalır. Onu baxın, Ulan Hasan, mən niyə ailə qurdum? Sabah günündən mənim oğlum əskəriyə gedəcək, əskəriyə gedəcək. Mən onunla təhcə gedə bilmirəm. Yanında kim sağ olsun? Düzdür. Bacı, mən də bir qızım, bir oğlum var. Bacı, oğul öyrənəcək, qız əl gedəndə adam tək qalacaq. Adama əl qalır. Əlbəttə, ailədən başqa heç kəs hamı yalandır. Valla hamı yalandır, ailədən başqa. Dünənlər yalandan nədir? Evində işində. Dünənlər ağlayırdım. Dur qapınırda, ged o qapınırdanla. Gözəl, Vaşid, mən səni çox istəyirəm. O zarı veşini girən baxandan mən səni çox istəmişəm. Qarşılıqlıdır anam, qarşılıqlıdır. Mən də hamınızı istəyirəm, qarşılıqlıdır. And olsun, Şəmkidən sağ qoşulmuşam.
Şəmkirlərə burada yaxşı insanlar hamısına salamlar. Şəmkir cəmaatına burada salamlar. Allah tirəyin olsun. Şəmkirlər də hamısına dəstək dayı. Sağ olsun. Hamısına dəstək durur. Sağ olsun. Şəmkir də yaxşı insandır. Pis insan deyil onlar da. Bəli. Yox xanım, yox. Hamımız mənə baxın. Ay xanımlar, istəyir Şəmkir olsun, istəyir Gədəbəy olsun, istəyir Zaqatalov olsun, kim nə onlu olsun, Bakı olsun, Mingəçevir olsun. Hamımızın qanından müsəlman qan axır. Erməni deyilik. Bir-birimizə hörmət eləyiriksə, arada pərdə qırılmasın. Qırıldıdır. Ona necə deyək, bu iskanı sındırırıq. Bu iskan sınmışını düzəltmək olur, yox. Ay gözəl xanım. Xeyr. İcazə verirsiniz tərbiyəsiz yazanları atın bloka. At, sən onu qırmam verir. Sağ olun qancam. Xahiş edirəm burada xanımlara adres verin. Sabahdakı Allah qorusun 9-da Ovuzdayıq. Mən iş yoldaşımın, necə deyirlər, yoldaşı rəhmətə gedibdi. Sabahlar inşallah Ovuza getəcəyik. Allah ölənlərimizə rəhmət, qalanlarımıza can sağlığı. İş yoldaşlarımla bərabər hüdən saat 9 tamamdan evdən çıxacam, canlaşmayacağım. Bir də gələcəm saat 1-də 2-də. Çünki sabahlarımızı necə deyirlər, çalmasın. İş, necə? Hadi yanında? Düz yeri hardadır? Bəni bacı. Düz yeri hardadır? Ovuz. Mən yoxdur. Xanım, mən tərbiyəsiz. Bazı kim budur mesela artıq sizdə yazımdan hamısı bloklayın geçsin. Səsqat oluyor. Ovuzdur. Mən neçə 7 ildir bir yerdə işlədim. Tanımıram. Bunun yoldaşı rəhmətə gedibdi. Sabahlar oraya geçəcəyik. 3 günlükdür. Sabahlar Tanımıram. Ovuzdur. Ay bacılar, arkadaşlar, sabahlarım üzür istəyirəm. Canlaşmayacağım. Gələndən sonra açacağım. Sabahlarım Ovuza geçeceğim. İş yoldaşımdır. 7 bir kürə kəsmişik. Necə deyərlər, deyib gülmüşük. İndi sabahlar. Mən düşürəm aşağı. Allah səni xoşbəxt eləsin. Ailəmlə bir yerdə. Onun üçün qoşuldum bacı. Qeyrətli qadınsan ona görə. Cümləmizə, anam, bacım, Allah səni də balaları xoşbəxt eləsin, özü. Kim mənə də pul atırsa, Allah qazancı bulunsun. Hamı da sağ kömək olsun. Sağ ol, can, sağ ol. Şəmkir demirəm, Bakı demirəm, Lelik demirəm. Hamı sağ kömək olsun. Mən səni çox istəyirəm. Zarış meşin baxandan səni çox istəmişim. Allah zarını da canı. Allah zarını canı sağ eləsin ki, hamıya kömək eləyir. Amin. Bunu qıracaq həmşirə. Bunu burada gətirəcək, onların əlinə düşürür. Ne olacak? Baba ne olur? Baba ne olacak? Mesela. Uşaqlar dayanmır, bax bura yığılı bir uşaqlar, dayanmırlar. Dostlar, çox sağ olun. Kimsə pul atdı, gəldi. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdaram. Cibi dolu olsun, qazancı bol olsun. Stolun üstü dolu olsun. Qazancı qaynar olsun. Allah hər şərdən, böhtandan, bədnəzərdən Allah qorusun. Birinci Allah can sağlığı. Şərdən. Tələmə baxayım. Ötər vaxtım. Ötməz. Allah birinci növbədə kim mənə pul atırsa, dəstək olsa, Allah qorusun şərdən, böhtandan. Rəbbim Allah qorusun. Əsas birinci şərdir. Şərlə, böhtan Allah sən uzaq elə. Allah qorusun. Yaxşı insanlarımızı Rəbbim Allah qorusun.